olduqca bilinir ki, sağlam şəkildə bir hamiləlik keçirirsə hal-hazırda. İlk hamiləlik harda olub? O da Vital klinikasıdır, bəli. Efirlərdə Afaq xanımı çox gördüm, bəyəndim və müraciət elədim Vital klinikasına ki, mənim də evladım burada dünyaya gəlsin. 9 ay müayinələrim burada Vital klinikasına keçdi. Həkim nə dedisə, hər bir şeyə riayət elədim və sağlam körpə qucağıma, evladımı qucağıma aldım. İndi qərara gəldim ki, ikinci evladım da Vital klinikasında olsun və bura bir daha müraciət elədim. Sevinirəm ki, Allahın iki verdiyi paydan mənə nəsib oldu və çox özümü xoşbəxt hiss edirəm. Birinci evladım qızdır, ikinci evladım oğlandır. İki uşağım olub, ikisi də Vital klinikada olub. Səltənət xanım, Afaq xanımın köməkliyi ilə. Efirdə görmüşəm Səltənət xanım çıxışlarını, araşdırmışam. Çox gözəl klinik olduğu üçün bura gəlmişəm. Birinci uşağımda 9 ay müddəti hər müayinələrim, hər şey vaxtında olub. Heç bir şeydən narazı qalmamışam. Nə narahatçılığım olub, ana, bacı kimi mənə can yandırıb. Bütün kollektiv, təkdə həkimlərim yox, bütün kollektiv mənə ana, bacı kimi can yandırıb. Uşaqlarım rahat olub, ağrısız, travmasız, şükür Allaha. Sonra birinci uşağın 2 yaşı var. İkinci uşaq olanda yenə həkimimi çox istədiyim üçün yenə bura gəldim. Gəldim, 9 ayda yenə rahat keçirdik. Bir problemimiz olmadı, şükür Allaha. Çətinlik, hər şeyi Səltənət xanım, Afaq xanım kömək oldu bizə. Elə münasibət gördüm ki, elə bil ki, böyük bir ana kimi mənə məsləhət verdilər, mən məsləhətləri yerinə yetirdim. Düzdür, əvvəl birinci uşaqda 2 ay başqa həkimin yanında olmuşdum. O həkim mənə çox çətin gəldi, onun dediklərini eləmirdim. Sonra Vital klinikaya gəldim, ondan sonra Afaq xanım, Səltənət xanım nə deyirdisə, hamısını vaxtı deyirdim. Məsləhəti elə verirdilər ki, bilirdim ki, mənə lazımlıdır.